Mayın 9-da Qusar rayonunda rayon icra hakimiyyətinin dəstəyi və İSFA şirkətinin təşkilatçılığı ilə ümummilli lider Heydər Əliyevin anadan olmasının 103 illiyinə həsr edilmiş İSFA Sporting Cup 2026 komandalar arası şahmat turniri keçirilib. Turnirdən əvvəl Ulu Öndər Heydər Əliyevin Qusar şəhərində ucaldılan abidəsi ziyarət edilib. Abidə önünə gül dəstələri düzülərək dahi şəxsiyyətin əziz xatirəsi ehtiramla yad edilib. Qusar rayon Heydər Əliyev mərkəzində baş tutan turnirdə Bakı, Sumqayıt, Xırdalan, Quba, Qusar, Şabran, Xaçmaz və Xudat şəhərlərindən 26 komandada 104 şahmatçı iştirak edib. Turnirin açılış mərasimində çıxış edən Qusar rayon icra hakimiyyəti başçısının müavini, ərazi təşkilat və ictimai-siyasi məsələlər şöbəsinin müdiri Ceyhun Hacıyev bildirib ki, bu cür geniş miqyaslı şahmat turnirləri gənclərdə məntiqi təfəkkürün, analitik düşüncənin və sağlam rəqabət mühitinin formalaşmasına xidmət edir. Ceyhun Hacıyev mayın 1-də İSFA şirkətinin dəstəyi ilə Nəriman Nərimanov adına İstirahət və Mədəniyyət Parkında İSFA Sporting Şahmat Məktəbinin açılışının baş tutduğunu xatırladaraq, özəl sektorun idmana davamlı dəstəyinin təqdirə layiq olduğunu vurğulayıb və turnirin iştirakçılarına uğurlar arzulayıb. Turnirdə çıxış edən Məmməd Yarovlar Şahmat Məktəbinin direktoru Beynəlxalq Qraysmeyster Zeynəb Məmməd Yarova, Bakı şəhər Gənclər və İdman İdarəsinin nümayəndəsi Gündüz Vəliyev, Respublika Şahmat Məktəbinin müəllimi Fidan Talıbova turnirin yüksək səviyyədə təşkilində əməyi olan təşkilatçılara təşəkkür edib. Zəka oyunu adlandırılan şahmatın gənclərin məntiqi təfəkkürünün, intellektual səviyyəsinin inkişafında mühüm rol oynadığını vurğulayıblar. Çıxışçılar dövlət tərəfindən idmana göstərilən diqqət və qayğının, bu sahənin inkişafı istiqamətində görülən işlərin nəticəsində bölgələrdə idmana marağın artdığını, yeni nəsil istedadların yetişdiyini diqqətə çatdırıblar. Həmçinin paytaxt və bölgələr arasında idman sahəsində əməkdaşlığın gücləndirilməsinin vacibliyi qeyd olunub. Quba Xaçmaz Regional Gənclər və İdman İdarəsinin rəisi Qumru Məmmədova çıxışında regionda gənclər və idman sahəsində həyata keçirilən məqsədyönlü tədbirlərdən danışaraq bildirib ki, belə yarışlar bölgələr arasında əməkdaşlığın möhkəmləndirilməsinə, təcrübə mübadiləsinə və istedadlı gənclərin aşkarlanmasına imkan yaradır. Bugün bizlərdə belə bir gözəl bir yarış keçirilir. Bu yarışın təşkilməsində istəyi olan, bizi bu yarışa yönəldən bizim Qusar rayon icra hakimiyyəti və bizim İSFA MMC-nin sponsorluğu, onların müdiriyyətini dərin ürəkdən və səmimi təşəkkür edirəm. Bugün bizdə belə bir gözəl yarışın keçirilməsi həqiqətən də Respublikamızda güclü şahmatçıların yetişməsinə böyük bir töhfə verəcək. Bugün yarış start verib saat 13:00-da, saat 20:00-da mükafatlanma olacaq. Mükafatlarımız da maşallah İSFA Sporting MMC şirkətinin adından böyük mükafatlar var. 1400 manata mükafat qoyulub. Və hər bir yaşda uşaqlara ən yaşlı kiçik qız, ən yaşlı kiçik oğlan, ümumiyyətlə bir neçə kateqoriyada prizlər, kuboklar, diplomlar və bütün iştirakçılara sertifikatlar veriləcək. Bakı şəhəri 3 nömrəli şahmat məktəbini təmsil edirik. Bugün uşaqlarımız Qusarda komanda yarışındadılar. Uşaqların hamısına uğurlar arzu edirəm. Hər kəs uşağını şahmat oynamağa yönləndirsin. Şahmat çox yaxşıdır. Zehni, beyni yaxşı inkişaf eləyir uşaqlarda. Uğurlar uşaqlara.
övladım Kamran Babayev 7 ilə yaxındır ki, peşəkar şahmatla məşğuldur. Respublika çempionatı mükafatçısıdır, Bakı çempionudur. Hal-hazırda Sumqayıtı təmsil edən Dream Team komandasında çıxış edir. Bugünkü yarış isə Qusarda bizim iştirak etdiyimiz ilk yarışdır. Çox gözəl təşkil olunub. Uşaqlar üçün belə rahat şərait yaradılıb. Ümidvarıq ki, ən güclü yekunda qalib gələcək. 2 ildir ki, şahmatla məşğulam. Şahmat insanın beynini, həm də dünya görüşünü zənginləşdirən bir oyundur. Yəni düşünürəm ki, şahmata başlamağı verdiyim ən düzgün qərarlardan biri olmuşdur və həm burada dostlar tapıb, həm də şahmatı düşüncə tərzini dəyişdirmək insana zövq verir. 5-6 il şahmatla məşğulam. Bu yarışda Quba təmsil edirəm. Şahmat oynamaq insana əhval-ruhiyyə artıran zəka bir oyunudur. Məncə şahmat oynamaq çox yaxşı bir şeydir, hamıya da tövsiyə edərəm. Paytaxt daxil olmaqla müxtəlif bölgələrdən 104 nəfər şahmatçı bu yarışda iştirak edir. Bu yarışın əsas məqsədi gənc şahmatçıların yarış hisslərini daha yaxından hiss eləmələri, bir-biri ilə dostluq qurmaları, qalib gəlmənin və uduzmanın necə bir hiss olduğunu və bunun heç bir zaman sonu olmadığını göstərmək üçün bir tədbirdir. Fikirləşirəm ki, İSO Sporting olaraq biz bu cür turnirləri daha tez-tez edəcəyik. Çünki belə gənc şahmatçıları qarşılamaq, onlara eyni zal içərisində həvəslə şahmat oynamalarını, bir-birinə rəqib olaraq yox, dost olaraq oyun oynamaları bizim üçün çox qürur verici və sevindirici haldır. Gərgin mübarizə şəraitində keçən turnirin yekununda yüksək nəticə göstərən komandalar və iştirakçılar kubok, medal və diplomlarla təltif olunublar. Xüsusi nominasiyalar üzrə fərqlənən iştirakçılara xüsusi mükafatlar təqdim edilib. Feyruz Qayıtmazov, F Production, Qusar.